Aha, deməli burada müəllimələr deyir ki, insanın somatik hüceyrəsi bölünən zaman anafaza mərhələdə xromosom, xromatid və DNT molekulunun sayı cəmi 828 olarsa, somatik hüceyrə deyirsə, burada deməli mitoz bölünmə baş verir. Anafazadırsa, deməli xromosom dəsti 4N, 4C, 4D-dir və insan olduğu üçün bizim xromosom dəstimiz bilir ki, 2N-imiz 46-dır. 4N-si artıq 2 dəfə artıb, ya da ki, N-imiz 23-dürsə, 4-ə vuracağıq. 92 xromosom, 92 xromatid, 92 dənə də DNT molekulu olacaq. Hüceyrə sayını bilmədiyimiz üçün X-la işarə eləyək. Cəmi 828 oldu. 276 x bərabərdir 828. X oldu 3. Deməli 3 hüceyrədə deməli cəm 828 olub. Bir hüceyrədə 3-ünün cəmi 276-dır. 3 hüceyrədə xromosom, DNT və xromatid 828-dir. İndi mitoz nəticəsində bu anafaza mərhələ idi. Anafazadan sonra bilir ki, telofaza gəlir və bu hüceyrə 2 yeni hüceyrəyə bölünür. Yəni 3 hüceyrə də 2 hüceyrə əmələ gəlir. Hərəsi 2 dəfə bölünəndə olur 6 dənə hüceyrə əmələ gəlir. Növbəti sualda isə çoxalma zonasında, çoxalmada bilir ki, mitoz gedir. Eyni məsələdir. 828 olub xromosom, xromatid, DNT. Çoxalmada yenə bilir ki, mitoz bölünmə baş verir. Proses eyni şəkildə gedir. Nəticədə 6 hüceyrə yarandı. Burada indi biz həmin 6 hüceyrə böyüməyə daxil olub, sonra isə yetişməyə. Aha, mitoz nəticəsində 6 hüceyrə yarandı. 6 hüceyrə bilirik ki, interfaza keçirdir. Burada say artımı baş vermir. Sonra həmin 6 hüceyrə yetişməyə daxil olur. Yetişmədə bilir ki, meyoz bölünmə keçirdir. Belə olanda bilir ki, bir hüceyrədən 4 hüceyrə yaranır. Əgər bu dişidirsə, yumurtalıq deyirsə, onda bir qamet 3 yönəldici cisim əmələ gəlir. Bu nəticə olaraq bu bir hüceyrədən alınandır. Amma bizdə 6 hüceyrə var. 6 hüceyrədən hərəsindən 4 hüceyrə yarananda 6-nı 4-ə 24 hüceyrə əmələ gəlir meyoz nəticəsində. Və bəs bu hüceyrələrin neçəsi qametdir? Baxırıq ki, 4 hüceyrədən biri qametdir. Yəni 4-dən 1 qamet olur. 24-ün 4-də 1-i elə 6 dənə qamet olur. Ya da ki, bilirik ki, bir hüceyrə yetişməyə girəndə 1 qamet alınırsa, 6 hüceyrə yetişməyə daxil olsa 6 dənə qamet alınacaq. Aha, sonra bir nukleotidin minimum və maksimum neçə rabitə əmələ gətirər? Aha, biz bilirik ki, DNT-də adenin və timin nukleotidləri molekulun başında olarsa, qarşı zəncirlə 2 rabitə və özündən sonraki nukleotidlə 1, cəmi 3 rabitə əmələ gətirdi. Əgər ortada yerləşərsə, özündən öncəki, özündən sonraki nukleotidlərlə və qarşı ilə cəmi 4 rabitə əmələ gətirdi. Deməli, adenin, timin nukleotidləri minimum 3, maksimum 4 rabitə əmələ gətirdi. Sitozin, guanin isə 3 qat rabitə əmələ gətirdiyi üçün hidrogen rabitə. Sitozinlə guanin əgər molekulun başındadırsa 3 rabitə qarşı və sonraki nukleotidlə, guanin isə ümumiyyətlə deməli sitozin, guanin minimum 4, maksimum isə biz sitozini ortada düşünsək, özündən öncəki, sonraki və qarşı ilə 3 rabitə, cəmi 5 rabitə əmələ gətirdi. Deməli, maksimum 5, minimum 3 rabitə əmələ gətirdi. Sonra DNT-də DNT-də olan sitozin nukleotidlərin sayı adenin nukleotid sayından 3 dəfə çoxdur. Sitozin adenindən 3 dəfə çoxdursa və adenin sayı 60 verilibsə, adenin 60-dırsa, bilirik ki, sitozin 180-dir. Onda bizə hidrogen rabitə istəyirsə, 2 adenin plus 3 vur sitozin düsturuna geçsək, 120 plus 183-ə 540.
O da eləyir 660. Aha. Sonra yenə eyni tipli sitozin nukleotit sayı timin nukleotit sayına 3 dəfə çoxdur. Eyni tiplidir. Timin nukleotit sayı 60 olarsa neçə rabitə olar? Hidrogen rabitəni biz bayaq tapdıq ki 660-dır. Və bizdən ümumi rabitə sayını istəyir. Bu zaman biz həm fosfor deməli, həm kovalent rabitələrin sayını, həm də ki hidrogen rabitələrin sayını cəmləməliyik. Bu da ki ümumi rabitəsi, kovalent rabitə sayı, nukleotit sayı, ümumiyyətlə həmin DNT-də olan nukleotit sayı çıxılsın 1. 1 yox, 2 daha doğrusu. Çıxılsın 2. O da olacaq. Nukleotit sayı neçədir bəs? Nukleotit sayını cəmləmək üçün adenin plus sitozin plus guanin plus timin. Adeninlə timin bilirik ki 60'dır. Çünki timin 60 verib. 60. Sitozin guanin isə 3 dəfə çoxsa 180, 180. Deməli 360, 60, 420, 480. 480-dən 2 çıxdıq. Oldu 478. Deməli, kovalent rabitələr 478-dir. Üstünə gəlirik hidrogen rabitələri. O da deməli 1138 olmuş oldu. Sonra sonuncu məsələ DNT molekulun sintez zamanı nukleotitlərin sayı 1200 olarsa olmuşdur. DNT molekulun müəyyən hissəsinin sintez zamanı nukleotitlərin sayı 1200 olmuşdur. Transkripsiya zamanı alınan zülallı monomerlərin sayı 50 olmuşsa, prosesdən neçə mol su ayrılmışdır. Bu məsələdə düşünürəm ki, ifadə eləmədə müəyyən problemlər var. Çünki transkripsiya zamanı transkripsiyada nukleotit sayı RNT-nin RNT nukleotit sayı çıx bir qədər su ayrılır. Burada da RNT-nin burada tam ifadə etməyib ki 1200 DNT-nin nukleotit sayıdır yoxsa RNT-nin. Əgər burada RNT-nin nukleotit sayı olarsa 1200-dən 1 çıxarıq. Bu eləyəcək 1100 deməli 99. Və translyasiyada isə bilirik ki amin turşu sayı çıx bir qədər su ayrılır. O da amin turşu 50'dir. Çıx 1 49. 1199-un üstünə 49 gələndə deməli yadda qaldı 4248 B alınır. Amma ki əgər bu 1200 DNT-nin nukleotit sayıdırsa, bilirik ki DNT-nin 2 zəncirində 1200-dürsə, onda RNT bir zəncirdən sintez olunur. Yəni 600-dən sintez olunacaq. RNT-də bu səfər 600 nukleotit olacaq. Onda biz 600-dən 1 çıxsaq, eləyir 599. 599-un üstünə biz 49 gəlsək, 9, o da 648. Onda C alınır. Yəni burada DNT molekulunda müəyyən hissənin sintez zamanı nukleotitlərin sayı 1200 olmuşdur. Burada 1200-ü dəqiq ifadə etmir ki, həmin 1200 DNT-nin 1200-üdür, yoxsa alınmış RNT-nin 1200-üdür. RNT-yə aiddirsə 1200-dən 1 çıxacaq. Əgər DNT-yə aiddirsə 1200-ü yarı bölüb sonra 1 çıxacaq. Yəni şərtdə qeyri-dəqiqlik olduğu üçün ona görə də deməli cavabda düzgün alınmır. Amma orada məsələni özləri izah eləyəndə 1200-dən birbaşa 2 çıxmışdılar. Bu isə düzgün deyil. Çünki 1200-dən birbaşa 2 çıxılması DNT sintezi deməkdir. Yəni DNT sintez olunarkən bilirik ki,
nukleotit sayı çıx 2. Bu DNT sintez olunarkən ayrılan sudur. Ayrılan su. Və biz transkripsiyada isə RNT sintez olunur və RNT nukleotidlərinin yığılması zamanı su ayrılır. DNT-dən su ayrılmamalıdır. Ona görə də, yəni ki, burada düzgün alınmır. Yəni o yol düzgün deyildi.